Mən də çox az, müxtəsər məlumatım var. Ruh çox dəyərlidir məxluqda. O qədər dəyərlidir ki, Allah Teala deyir ki, mən insana ruhu özümdən verdim. O Cəlal Aleyhisselam deyir ki, sən bir dəyərli bir cövhər daşıyırsan, çox qiymətli bir varlıq daşıyırsan, onu suya tullama, onu hədər eləmə. Deyir, azından dəyərin behişdir, cənnətdir, ha. Ruh pakdır, təmizdir, nurdur. Ancaq onun mənəvi qidası peyğəmbərlərdir, imamlardır, Qur'andır, alimlərdir, dini mövzulardır. Necə cisimimizin qidaya ehtiyacı var, mənəviyyatımızın da Allah'a doğru ehtiyacı var ki, Allah'tan qidalar. Çünki ruh Allah'tandır, Allah'ın özü onu qane eləyə bilər. Dünya bağlılıq eyni o dəniz suyunu içmək kimidir. Yangın bir adam susuz yanır, istəyir su içə ki, yangısı kəsə. Ona dəniz su verirlər, şordu içdiysə yandıracaq, daha da çox istəyəcək. Dünya gözəldir. Amma bu baxış söhbəti var ha. Dünya biz müvəqqəti baxmalıyıq. Bu diyor gəlin, əlmi dünyadan öz işləmə, görmə, nəsə eləmə, xeyr. Yaşa, amma bağlanma, dünyanın aşıqı olma. Problem oradadır ki, insan dünya aşıq olur. Və İmam Əli Aleyhisselam buyurur ki, en büyük bəşərin xətası dünya olan vurulmağıdır. Dünya körpü gözündən baxmamalıdır. Allah hamımıza uzun ömür, can sağlığı versin. Dünya yaxşıdır. Dünya sənin ahirətin üçün bir keçiddir. Amma ona ki, bağlandı, problemlər başlayır. Hər şey insana qərb olur. Aristotel o vaxtda hamam zat yox idi ki. Basiyen zat yox idi ki. Deyir ki, bir tane boçkada, taxtadan boç koymuş, düğünü örmüş. O dövrün padişahı soraqlayır ki, hanı Ərəstu? Deyirlər ki, o həyatda suyu qızdırıb bir hamam götürür. İnsan da bir uzanıb iki zagar götürər. Bu padişahın özü durur, bunun yanına deyir. Deyir ki, sen zamanənin bahisisən, böyük şəxsisən, alimisən, filosofusan, məndən nə istəyin var? Qaydir deyir ki, qarşımdan belədir, günahşinin enerjisini kəsmə. İstəyir başa sala ki, məni yaradan Allah o qədər əzəmətli ki, sözüm olsa ona deyərəm. Sən aralı dur, nə olsun padişahsan? Gün padişahsan, sabah heç kimsən. Titulu əlindən ala bilərlər. İstər Ərəstu ona deyə ki, Allah'ın varsa səndən ehtiyatsızam. İçə nəyə qədər, mən bu hədisi deyəm ki, para, əlini saxlayın, kənarısa çəkin. Şahlar, sizə də görmək işlər. Bu hədisirə deyirəm, Əli Aleyhisselamdan sözü bitirək, yormayaq sizi. Əli Aleyhisselam bizə istiqamət verir. Deyir, öz dəyərini bil. Özünü ucuz satma, geç, tez torpağa yem olacaksan, ancaq çalış, düz get, qürrələnmə, qürur Allah'a aiddir. Cavanlıqdır, insan qocalayır. Var dövlətli əlindən gedir. Və s. İstəmirəm çəkəm, misallar çoxdur. Sonda, ində öz əməllərin də Allah'dır. Allah Teala deyir ki, özünü ucuz satma, Allah'tan qafil olma ha. O var, səni yaradıb və sana da dəyər verib, o dəyəri özün pis əməllərinlə itirib zay eləmə. Allah Teala hamımıza uzun ömür, can sağlığı və bərəkətli ömür versin. Allah Teala da Təzəcül Mamiyada hamımızın ölənlərimizə də rəhmət eləsin. Salavat deyək. Allahümme salli ala Muhammed. Sizə təşəkkür ederim ki, vaxtınızı ayırdınız. Yığınlar şokur.